Digər bir mahiyyəti budur ki, Fitr bayramı insana qiyaməti xatırladır. Ən çox günlərin içində qiyamətə oxşayan gün rəvayətdə buyurulur ki, Fitr günüdür, Fitr bayramı günüdür. Əli əleyhissalamdan hədis var ki, Həzrət buyurur, ey cəmaat, həqiqətən də bu gün, yəni Fitr günü, yaxşılara savab verilən gündür və pislərin ziyana uğradıqları gündür. Həmin gün qiyamət gününə ən çox oxşayan gündür. Fitr bayramı bilirsiniz, nəyə görə deyir qiyamət günü oxşayır? Yaxşılar necə ki qiyamətdə savaba çatacaqlar, pislər cəzalanacaqlar, Fitr bayramında onu əks elətdirir. Həmin gün yaxşı insanlar, oruc tutanlar, kamil şəkildə tutanlar, yaxud belə deyə orucu tamamlaya bilənlər Fitr bayramı günü mükafatlanırlar. Amma Ramazan ayında o orucluğa məhəl verməyən, yaxud düzgün yaxşı tuta bilməyənlər həmin gün ziyana uğrayırlar. Ona görə Həzrət buyurur ki, o gün qiyamət gününə ən çox oxşayan gündür. Elə isə evinizdən namaz qılınan yerə doğru çıxmaqla, evdən ki, həmin günü bayram günü çıxırsan, namaz qılmağa gedirsən, ya məscidə, deyir, yaxşı olar ki, üstü açıq bir yerdə qılınsan, hər hansı bir yerə namaz qılmaq üçün ki, gedirsən, qəbirlərinizdən çıxaraq Rəbbinizə doğru getməyi xatırlayın. Xatırlayın ki, qəbirdən çıxmışsan, Allahın huzuruna gedirsən. Və deyir, namaz qılınan yerdə deyananda, çatdın namaz qıldığın yerə, namaz qılacağın yerə, bayram namaz qılacağın yerə, deyir, Rəbbinin qarşısında durmağınızı xatırlayın ki, qiyamət günü Rəbbinizin qarşısında sorğu-sual üçün dayanacaqsınız. Və ondan sonra namazı bitirəndən sonra deyir, evlərinizə doğru qayıdan zaman cənnətə yaxud cəhənnəmdə qalacağınız yeri xatırlayın. Ki, insan o namazları qılandan sonra, bayram namazlarından sonra bunu xatırlamalıdır ki, indi qayıdıram. Ya mükafat, ya cəza ilə. Əgər cəzadırsa, Allah rəğal eləsən, qiyamətdəki cəhənnəm səhnəsi canlanır, yaxud mükafatla qayıdıramsa, insanın qarşısında, gözünün qarşısında cənnət, qiyamətdəki cənnət səhnələri yaranır. Fikir versə, Həzrət görün necə gözəl şəkildə izah edir. Fitr bayramının mahiyyətini, qiyamətə oxşarlığını necə izah edir bizə?